Salam, axşamınız xeyir olsun. Yəni mən bunu çəkəndə axşamdır. Deməli bugün 11-ci sinif buraxılış 16 noyabr OTK bir hərf səhvi ilə ORK yazıblar. Bunu izah eləyəcəm. 56-cı testdən başlayır. Bu deməli uzlaşmanın testidir. Bəzən uşaqlar düşünür zamanı testidir falan, xeyr. Çünki zaman göstəricisi verilmir bizə. Bir dəqiqə qələmi götürüm. Deməli, people of, əgər mübtəda people of different beliefs, backgrounds belə gəlibsə, deyək ki, burada mübtəda əgər oflu birləşməklə, ümumiyyətlə sözünlü birləşməklə ifadə olunubsa, sözünlüyə qədər ki hissəyə baxırıq. People cəmdədir, cəm xəbərləri seçirik. Bir feilin sonunda s varsa o təkdədir. Onları çıxırıq. Yerdə qalanlar 1, 2 və 5 doğru cavabımızdır. Cavab C variantıdır. Sonra baxırıq. Road isimdir. Boşluqdan sonra isim var. Elotdan sonra ümumiyyətlə isim gəlməz. Bunu çıxdıq. Daha sonra baxırıq ki, digər nələr çıxa bilərik. Most effective yazmısansa, bəs niyə görə burada sənin Z yoxdur? Üstünlüklərdə sənin Z göstəricisi olmalıdır. Daha sonra, indi səhv eləmirəmsə tərcüməyə gedəcək. Bəli. Çünki burada road cəmdir, more, fever'da, more'da bunlar hər ikisi cəm isimlə işlənər, hər üçü yəni. İndi tərcümə eləyəm. A variantını qoyum. The most effective solution is traffic jams is to build fewer roads. Tərcüməsi belə alınır ki, solution həll deməkdir. Ən effektli traffic jamsda, yəni tıxaca. Tıxaca ən effektli həll fewer, daha az yol tikməkdir. Xeyr, yəni tıxacı azaltmaq istəyir, yollar çoxalmalıdır. Deməli onda hansı variant oldu? C variantı oldu. Ən effektli yol daha çox ən effektli həll daha çox yol tikməkdir. C variantı həm tərcümə, həm qrammatik cəhətdən düzgün gəlir. To-dan sonra bilirik ki, many gələr, much gələr, few gələr, bir də little gələr, more falan gəlməz. Çünki to A dərəcənin göstəricisidir. Və kəmiyyət bildirən sözlərdən də bilirik ki, hansılardan gəlirdi to? Many, much, few, little. Artiklsız olmaq şərti ilə ona görə də few-nu çıxdım, bunları çıxdım. Sonra baxıram cars da cəmdədirsə avtomatik C variantı qalır. Çünki much cəm isimdən işlənməz. C-ni yazdım, getdim. People da cəm isimdir, more-la onlar. Zaten ikinci tərəfləri biri idi B ilə C-nin. Daha sonra chocolate pea. Burada uşaqlar bəzən chocolate-a baxırlar, yəni şokolad sözünə baxırlar, amma P-dən söhbət gedir. P də piroq deməkdir uşaqlar. P əgər burada sayıla bilən isimdirsə piroq, orada artiklı olmalıdır. Artiklsız variantları çıxıram. B ilə yeni saxlayıram hələ ki. Veri də bilirik özündən sonra A dərəcə istəyirsə qaldı B variantı. Sonra 60-cı test. Mənim kolleqam. Mənim kolleqam qadın cinsdə ola bilər, kişi cinsdə ola bilər. Və bilirik ki, bu qayıdış əvəzliklərdir variantdan. Qayıdış əvəzliyi mübtədaya əsasən yazılır. Bəzən uşaqlar mənə baxırlar, elə bilər mən özümü seçirlər. İndi burada myself yoxdur da. Xeyr, ümumiyyətlə yəli əvəzliyi özünə yox, özündən sonraki isimlə əlaqəlidir. Mənim kolleqam qadın da ola bilər, kişi də ola bilər, amma orta cinsdir, çünki təkdədirlər. He və yaxud da she-dir. He-nin və she-nin qayıdışı herself və himself-dir. Deməli 1-4 doğru cavabımız D variantıdır. Daha sonra, manager burada sayıla bilən təksimdir. Qarşıya artiklın ötürməlidir. Baxıram, bunlarda ötürməyib artikl. Nə Z var, nə E var. İstənilən artiklı qəbul eləyərdim, amma heç artikl yoxdur o variantlarda. Ona görə çıxdım. Baxıram ki, B variantda çıxar ki, mat sözündən sonra müqayisə istəyir, burada adi gəlib. Deməli, A variantı qalsın. Əgər əmin olmaq istəyirsə, ikinci tərəfə də baxım. Her work, she always check. Check feili istisna feillərdə yoxdur. Yəni, zərf istəyir. Bəli, ikinci tərəfdə, A-nın ikinci tərəfi də zərfdir. İsimlərin cərgəsini istəyir. Identicalda al şəkilçisi var, sifətdir, getdim. Generosda oğuz şəkilçisi var, sifətin şəkilçisidir, getdim. Generosity səxavətlilikdir. Generosdan yaranıb. Pencil, karandaş, volunteer, könüllü. Könüllü yəni şey olaraq könüllü yox, sifət olaraq yox. Məsələn, deyirəm ki, 10 könüllü, məsələn, tutam ki, bu tədbirdə iştirak edir insan olaraq. Burada fluent səlis deməkdir, buna görə çıxdı. Crucial, mühüm, vacib, E variantda ona görə çıxdı. Necə? C variantı doğru cavabımızdır. Sonra o yeni bir ölkəyə köçdü. Yeni bir ölkə, a new country. Bir ay əvvəl, a month ago. A month ago, a few, bəli, olur. Yəni, hər ikisi E. Daha sonra, one of the problem. Burada bayaq dediyim kimi ufaq qədər ki, hissəyə baxıram. Təkdədir, arı çıxıram, həvi çıxıram, vörü çıxıram. One bir deməkdir də, təkdir. Deməli, hansı qaldı variantlarda? Has been, that cars. Burada that cars are driving olar da. Bəli.
One of the problem, cars cəmdə də axı are olacaq. Problemlərdən biri budur ki, bu maşınlar burada bəzən uşaqlar çaşdırırlar ki, müəllim zətdən sonra bəs tək isim gəlməzdi. Problem budur ki, zət burada bağlayıcıdır. Maşınlar are driving. Bu yeni bir cümlədir. Zət bilirik də həm işarə əvəzliyi kimi, həm də bağlayıcı kimi işlənə bilər. Buna görə are burada düzgündür, izlə are. Mr. Smith couldn't find. Wrong, boşluqdan sonra isim var. Bundan sonra isim gəlməz, bundan sonra isim gəlməz. İkinci tərəfdə boşluqdan sonra isim yoxdur. Bu özündən sonra isim istəyir, bu özündən sonra isim istəyir. Avtomatik cavab qalır əlimizdə D variantı. Daha sonra boşluqdan sonra interesting sifətdir. Sifətin aid olduğu isim yoxdur deyə mən nə yaza bilmirəm? Cümləmdə təsdiqdədir. En iyi yaza bilmirəm. Daha sonra everything hər şeydir, something nəsə bir şeydir. Bunlar yaxın tərcümədə çıxım. All da demək olar yaxındır. Yəqin ki, nothing qalacaq, amma əmin olmaq üçün biraz tərcümə edeyim. We were bored deyir, bizim canımız sıxılıb. Deməli, görüşdə, iclasda maraqlı heç bir şey yoxdur. Bəli, elə düzgün yanaşma ilə getmişəm ki, everything hər şey, something bəzi şey, all hər şey, everything-dən all demək olar ki, bərabərdir. Yəni, hal-hazırda bərabərdir. İşlənmə məqam cəhətdən bərabər deyirlər. Məsələn, necə bərabər deyirlər? Məsələn, all özündən sonra isim ala bilir, everything isim ala bilməz. Məsələn, bəzi hallarda. Sonra baxırıq burada yiyəliyin testidir. Three-nin tələbindən D cəmlənməlidir, cəmlənməyib. Avtomatik baxan kimi çıxıram. Several-ın tələbi ilə must cəmlənməlidir, cəmlənməyib çıxdım. Bu getdi. Nick'in itləri düzdür. Jessica və Chris'in toyu. Apostrofesi axırıncıya qoyub, yəni bunlar bir-birinə evlənə də, yəni ortaq toy olur da. Ona görə apostrofesi ikinciyə qoyulur. 3-4 doğru cavabdır. C variantımız. Cümlə qurmaq, success, failure, success uğurdur, failure uğursuzluqdur, past çıxırdı, is bilirik, to be-nin forması, to e. İndi mənim fikir formalaşır ki, uğursuzluq uğura yoldur. Belə bir fikir özümdən formalaşdı. Uğursuzluqla, yəni 2 ilə başlayıram. Xəbərim izdir. Yoldur, cığırdır, past cığır mənasındadır. 2-1, daha doğrusu 2-4, 2-4, failure is, 1 cığırdır, e pass, 6-3, 6-3, uğura, A-E, ya 5-1, 5-1, 246, 351, 246, 351 B variantındadır. Few iron fence, bilirik of olmayanda qabaqda yazılan söz axırıncıya aid olur. Few fence aid olur. Few cəm istəyir, fence təkdədir, bu getdi. Several spoonsa aid olacaq. Several cəm istəyir, spoon cəmdədir, düzdür. A lot of-dan sonra sayıla bilən gələndə cəm gəlməlidir. Tube amma necə gəlib? Təkdə gəlib, bu səhvdir. Daha sonra some buna aiddir, Windows'a aiddir. Windows sayıla bilən cəmdir, some'un tələbi ilə. Bəli, bu da düzgündür. 2-4 doğru cavabımız D-dir. Crucial mühüm vacibdir. Extremely important. 3-ə B variantı gedir. 3-ə B getdi. Sorry. 3-ə B gedəndə bu qalır. Sonra accurate dəqiqdir. Dəqiq. Correct in details. Yəni detallarına kimi dəqiq A variantı. Invisible da görünməzdir. Cannot be-sin C-A-B uzlaşması, uyğunlaşması D-ya gedir. Sonra 71-ci sualımız. Parking cars. Bilirik ING-li sözlə, to-lu sözlə başlayanda xəbərlər tək də olur. Will həm təklərlə, həm cəmlərlə gedə bilir deyə 1, 2 və 4-ü seçirəm. 1, 2, 4 düzgün cavabımız A variantıdır. Bu qrammatik